Gülə-gülə getdiyim ata evimdən ağlaya-ağlaya geri qayıtdım. Həqiqətən qız olmaq çox çətindir. Sanki ürəyinin yarısını qoyub qayıdırsan geri. Bir aydan çox qaldım ata evində və qətiyyən doymadım. Məndən olsa nə qədər desəniz qalardım. Mamamgillə sağollaşıb düşdük yola. Bu Pirvalı qalxanda bu Şamaxının ağacları, təmiz havası nəyə desəz dəyər. Məni maşın çox tutur, yəni mənim hər zaman ürəyim bulanır. Bu maşın tutmaya görə nəsə bir çarəniz varsa deyərsiz, o dərmanı olur, onu atıram, o belə mənə təsir eləmir. Bu Şamaxının bu havası bizi azdırdı deyə gəldik, oturduq kafedə, yaxşı yemək yedik, içdik, sonra üz tutduq yenidən yola. Sonra gəldik bacımgilə Sumqayıta, orada da qəşəng börək hazırlamışdı. O börəkdən də öz payımı götürdüm, tam-tamını yarısın. Sonra gəldik evimizə. Bu günlük bu qədər. Özünüzə yaxşı baxın. Rəbbim valideynlərimizi qorusun. Onlarsız bir günümüz olmasın.